Dostlar, bugün sizlerle birlikte Qəbələdə vlog çəkirik. Qəbələdəyik, vlog çəkəcəm. Başlayaq onda. İndi çaya gəlmişik. Gördüyünüz kimi çay çox möhtəşəmdir. Suya girib biraz oynayacağıq. Görüşənə dək vlogun devamı üçün like atıb abunə olmağı unutmayın. Dostlar, indi sizlərlə birlikte çaya gəlmişik. Çayın gözəlliyinə baxın. Birazdan çayda çiməcəyik. Çayda çiməcəyik, çox qəşəng olacaq məncə. Məsələn, davam eləyək. Buradakı möhtəşəmliyi görmənizi istəyirəm. Çünki bura o qədər səslidir ki, sadəcə buradan səsim gələ bilir. Yəni, o qədər ora yaxınlaşanda çox pis olur. Gəlin, indi oranı göstərim. Kimi dostlar, bura çox gürültülüdür. Çünki su axar çox yüksəkdir. Yəni Azərbaycanın Qəbələsinə gəlsəz, çayın qırağına gəlməlisiniz. Gördüyünüz kimi dostlar, əgər ki Qəbələyə gəlsəniz, kəndimiz yazılan yerə gəlməyi unutmayın. Çünki burada baxın, gördüyünüz kimi bura çox gözəl bir yerdir. Bura çox gözəl bir yerdir. İstədiyiniz kimi burada otura bilərsiniz. Hamaq, yerləncək kimi yerlər var. Gəlib burada yemək yeyib çay içə bilərsiniz. Məncə gözəl yerdir. Siz də gələ bilərsiniz. İstədiyiniz kimi yerləncəklərdən biri də buradadır. İstədiyiniz kimi yerləncəklərdə yerlənə bilərsiniz. Məncə yerləncəklər də çox qəşəngdir. İstədiyiniz kimi yuxarı gedə bilərsiniz. Gördüyünüz kimi çox yuxarılara uçuruq. Çox hündürlərə uça bilərsiniz. Yəni, abartmayın, amma məncə kəndimiz kafesinə gələ bilərsiniz. Gələn var, həmişə bu şeyi minməlisiniz. Bu yerləncək çox qəşəngdir. Yerləncəyin gözəlliyinə inana bilməyəcəksiniz. Yerləncəyə baxın. Gördüyünüz kimi bu yerləncəyə minməyi unutmayın. Gördüyünüz kimi dostlar, Qəbələ vlogunuzun devamıdır. İndi gördüyünüz kimi hamaq tapmışam və orada uzanıram. Buranın gözəlliyinə baxın. Mahnı da çalır. Mahnı da çox qəşəngdir. Və burada kamp alanı da var. Nə üçündür bilmirəm, amma bura çox qəşəngdir. Məncə burada uzanıb videolara baxa bilərsiniz. Yəni internet yoxdur, amma gəlmədən əvvəl internetiniz olsa, məncə bura çox qəşəngdir. Tövsiyə edirəm. Məncə qəşəngdir. Nəsə, görüşənə dək. Güle güle arkadaşlar. 10 likede yeni uzun video gelecek.